Təkrarlanan qaz və köp hissi ciddi bağırsaq xəstəliyinin xəbərçisi ola bilərmi? Bəli, təkrarlanan qaz, köp yoğun bağırsaqda və yaxud mədə-bağırsaq sistemində ciddi problemlə bağlı, ciddi xəstəliklə bağlı ola bilər. Mədə xoralarında daha çox rast gəlinir və biz xəstələrdə sadəcə bir köplə müraciət edən xəstələrdə çoxsaylı mədə xoraları görmüşük praktikada və çox görürük. Bəs mənim ağrım yoxdur, digər problemlərim yoxdur, nə üçün adi köplə məndə bu qədər yara çıxdı? Sübutunla, şəkillə təbii ki, xəstəyə təqdim edilir. Və eyni zamanda da yoğun bağırsaqda bir pasientimizdə sadəcə köp qaz nəticəsilə müraciət edən pasientimizdə yoğun bağırsaqda ciddi xəstəlik, törəmə çıxdı və törəmə təbii ki, zamanında müdaxilə olundu və xəstə müalicə aldı, əməliyyat olundu və bugünkü gündə yaşayır, bədxəstəlikdir və hər şey qaydasındadır. O yüzden köp varsa zamanında həkimə, gastroenteroloqa müraciət edin.